videoya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. 1994-cü ildə atəşkəsin imzalanmasının səhv olduğunu iddia edənlər vəziyyətə dərindən bələd deyildilər. Deyirlər ki, niyə döyüşləri dayandırdınız? Yaxşı, əgər dayandırmasaydıq Bakıya qədər irəliləyib Azərbaycan rəhbərliyini girov götürüb onlara deyəcəkdik ki, tanıyın. Yeni Sabah az Globalinfo AZA istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Ermənistan Universitetində tələbə və müəllimlərlə görüşü zamanı 1994-cü il mayın 12-sində Azərbaycanla imzalanmış atəşkəs barədə danışarkən bildirir. Onun sözlərinə görə əsas məsələ hərbi əməliyyatlar zamanı ərazi ələ keçirmək deyil. Çünki həmin torpaqları saxlamaq və qorumaq üçün sonradan ciddi imkanlara malik olmaq lazımdır. Biz o vaxt cəbhə xəttini 2-3 dəfə genişləndirib onu müdafiə edə biləcək gücdə idikmi? Əlbəttə ki, xeyr. Sərkisyan qeyd edib ki, həmin sənədə Dağlıq Qarabağın nümayəndəsi də imza atmışdı və Azərbaycan xüsusən aprel döyüşlərindən sonra bu reallığı sıradan çıxarmağa başladı.